Elmar bəy, dəniz mövsümünün yeni başlamasına baxmayaraq xeyli boğulma halları var. Buna səbəb nədir? Ümumiyyətlə, çimərlikdə təhlükəsizlik qaydalarına, təhlükəsizlik məsələsinə mütləq ciddi yanaşmaq lazımdır. Çimərlikdə boğulma hallarının biz ümumiyyətlə statistikasına baxsaq görərik ki, ümumiyyətlə çimərlikdə məsuliyyətsiz davranış, çimərliyə plansız getmə, çimərliyi düzgün seçməmə bu çimərlikdə boğulma hallarına gətirib çıxardan səbəblərdir. Mütləq birinci növbədə çimərliyə gedərkən mütləq qaydada çimərliyi doğru düzgün seçmək lazımdır. Yəni hansı çimərlərin ki, fəaliyyətinə icazə verilib, hansı çimərlər ki, çimmək üçün nəzərdə tutulub, mütləq həmən çimərliyə getmək lazımdır. Çünki fəaliyyətinə icazə verilməyən çimərliklər, nəzarətsiz çimərliklər, xilasetmə xidməti olmayan çimərliklər, bunlar insanların həyat və sağlamlığı üçün təhlükə riski bunların olduqca yüksəkdir. Suda boğulmamaq üçün necə qorunmaq lazımdır? Ümumiyyətlə, çimərlikdə təhlükəsizliklə bağlı qızıl qaydalar vardır ki, mütləq onlara ciddi əməl etmək lazımdır. Yəni, birinci, əlverişsiz hava şəraitində çimərliyə getməmək. İkinci, çimərliyi doğru düzgün seçmək. Yəni, nəzarətsiz çimərliklərə, xilasetmə xidməti olmayan çimərliyə birmənalı olaraq getməmək lazımdır. Daha sonra uşaqları nəzarətsiz buraxmamaq lazımdır. Spirtli içkinin təsiri altında mütləq qaydada çimərliyə getməmək lazımdır. Bir də üzmə sərhədlərini müəyyənləşdirən xəttləri keçməmək lazımdır. Baxın, bu 5 qızıl qayda çimərlikdə rahat, sağlam, təhlükəsiz istirahət üçün bəs edər. İçkili halda suya daxil olmaq nə dərəcədə təhlükəlidir? İçkili halda, ümumiyyətlə, spirtli içkinin təsiri altında istər çay, göllər, kanallar, su anbarları, su tutarları, dənizə çimməyə girmək bu boğulma riskini yaradan birbaşa amildir ki, bəlkə də 80%-dən çox belə deyək, spirtli içkinin təsiri altında kim dənizə getsə, onun boğulma riski 80%-dən daha çoxdur. Yəni birmənalı olaraq bu halda çimərliyə getməmək lazımdır. Daha sonra gəlir əlverişsiz hava şəraiti. Əlverişsiz hava şəraiti deyəndə, yəni küləyin sürəti saniyədə 10-12 metr keçərsə, mütləq qaydada birmənalı olaraq çimərliyə getməmək lazımdır. Uşaqları nəzarətsiz buraxmamaq. Valideynlər oturur sahildə yeyir, içir, əylənir, hansısa bir belə deyək, əyləncəyə başı qarşı uşaqlar nəzarətdən çıxır və yaxud da nəzarətsiz qalır. Bir də ayılanda artıq gec olur, artıq belə deyək, bədbəxt hadisə baş verir. Nəzarətsiz xilasetmə xidməti olmayan çimərlik. Mən sizə dünya üzrə statistikanı deyim. Ümumiyyətlə, dünya üzrə hər il 400 mindən yaxın insan suda boğularaq həyatını itirir. Onlardan 95%-dən çoxu məhz düşür nəzarətsiz çimərliklərin payına. Baxın, 70%-dən çoxu isə düşür əlverişsiz hava şəraitinin payına. Yəni, bu bir daha onu deməyə əsas verir ki, nəzarətsiz çimərliklər dünya statistikasında da boğulma hadisələrinin 95%-dən çoxu düşür nəzarətsiz çimərliklərin payına. 70%-dən çox düşür əlverişsiz hava şəraitinin payına. Ona görə mütləq, yəni bu qaydalara, yuxarıda sadaladığım 5 qızıl qaydaya mütləq ciddi riayət etmək lazım. Baxın, bizdə də Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət, sularda xilasetmə dövlət xidməti var. Hansı ki, onların xilasetmə xidməti fəaliyyət göstərir. Onların nəzarət etdiyi çimərliklərdə bir nəfərdə olsun boğulma halı qeydə alınmayıb. Bu, bir daha onu deməyə əsas verir ki, nəzarət olunan çimərliklər, xilasetmə xidməti olan çimərliklər, çimərlik sahələri üçün ayrılmış çimərliklər daha təhlükəsizdir. Yəni, insanlar burada istirahət etməyi, burada çimməyə, burada belə deyək, istirahətləri təşkil etməsi daha təhlükəsizdir. Yəni, təhlükəsizlik baxımından daha məqsədə uyğundur. Ancaq xilasetmə xidməti olmayan, nəzarətsiz çimərlikdə çimmək, bunu etməklə artıq sən özünü təhlükə yapmış olursan. Elmar bəy, insanlar var ki, gecə yarısı çimərliyə gedir və vahiməli görünməsinə baxmayaraq dənizə girir. Gecə yarısı dənizdə çimmək nə dərəcədə risklidir? Bu, təhlükəsizlik baxımından, həm beynəlxalq təhlükəsizlik qaydaları baxımından birmənalı olaraq günün qaranlıq saatında çimərliyə girmək, bu, belə deyək, yol verilməzdir, təhlükəsizlik baxımından yol verilməzdir, həm də insanın birbaşa özünün, belə deyək, həyat və sağlamlığını təhlükəyə atmaq deməkdir. Birinci növbədə günün qaranlıq saatı görmə məhdudiyyəti olur. İkinci, xilasetmə xidməti günün qaranlıq saatı fəaliyyət göstərmir və sənin orada başına gələcək hər hansı bir, belə deyək, boğulma hadisəsi və yaxud da qıcolma ola bilər, özünü narahat hiss etmə ola bilər. Heç kim bunun fərqinə varmayacaq və bu birbaşa təhlükəlidir. Hətta ümumiyyətlə çimərlikdə bəzən olur, üzmə sərhədlərini dəfələrlə üzüb keçirlər, hansısa daş, qaya, dəmir konstruksiyaların üzərinə çıxıb suya baş vururlar, suda lüzumsuz hərəkətlərə yol verirlər. Bunlar birmənalı olaraq təhlükəsizlik qaydaları baxımından yol verilməzdir. Yəni, çimərlik sahəsi yarış meydançası deyil. Çimərlikdə üzərkən mütləq sahilə paralel üzmək lazımdır.
Yəni kim daha çox uzaq məsafəyə üzə bilər, hansısa bir lüzumsuz hərəkətlər, daş qayaların altında belə deyə suya baş vurmaq, bu cür hərəkətlər bu birmənalı olaraq təhlükəsizlik baxımından yol verilməzdir.